ایمان مختص زن نیست ای مهان. زایمان مرد شد سود و زیان. آن یکی زاویت ولی خلق حسن. این یکی آبستن ننگ و عفن. مار و مور فعل میزاید یکی. آن یکی میزایدن ما بندگی. این یکی هم سفره افلاکیان. آن یکی جهواره فرعونیان. مغز او آبستن دیو لعین. هرچه نیکی در جهان مولود این. Dünya ve dünyalık bakar gözlerine eyen bir adam, mənanın başını nefsin yazidinin qulluğuna neyzədə aparar. Və söz sözə də gələndə özünü əl-məmuru məzur tanıyar və tanıttırar. O heç vaxt düşünməz ki, Hakkın tərəfindən məmur olmayan heç yerdə məzur deyil. Şah, cüvidlikdə olan ol kinədən oldu cöngə. Çapdı, hakkı çapdı rişədən. Oldu cöngə, hakkı çapdı rişədən. O özünü bu qırğın eləməkdə məzur gördü. Bu nifrətin ambarı olan şahın bir vəziri vardı, min bir oyun. Car suya məkri vurardı min düyün. Bu vəzir şaha dedi, sən nəsraniləri qıranda onlar qorxudan dinlərini səndən gizlədirlər, deyərlər, din içində din bəslədirlər. Söylədi can qorxusundan ey məlik, tersalar din gizlədirlər, indilik. Onları qırdırmada olma qaba, yəni xəşin. Din deyil əmbər ki, ondan iyi qopa. Şah dedi, söyləmənə çarə nədir? Məkrinin ayinəsin nə görsədir? Mənim gözüm götürməyir ki, nəsranilərdən bir nəfər diri qalsın, nəfəs çəkən tapılsın. Vəzir dedi, bir acı fərman ilə ey kinəli, burnumu cır, kəs qulağım söylədi. Dar ayağında məni saxlat cinan, ta biri alsın mənə səndən əman. Ama bu işi dört yolun ayrımında görmelisən. Ta hamılar senin bu işine şahit olsunlar. Sen məni sürgün bürüttür sonradan. Sürgün yani təbid. Sen məni sürgün bürüttür sonradan. Ta olum şərrin atın mən oynadan. Onda mən nəsranilərə üz gətirib deyərəm ki, mən sizin dininizdəydim və din içində din bəsləyirdim. Şah mənim niyyətimi oxudu və məni bu günə saldı. İstədim ta dini şahdan gizlədəm, din içində tazə dini bəslədəm. Əl apardı şah mənim əsrarıma, baxmadı dildə yalan qoftarıma. Eynəli kütsən mənə şah söylədi. Qədim kütə, iynə sancıb atarmışlar itə, davalarmışlar. Eynəli kütsən mənə şah söylədi, görürəm qəlbin gözü ilə mən səni. İndi qalmışdı nənəm mənsiz mələr, olmasaydı mədəd İsa'dan əgər. Amma din yolunda mənim bu baş qulağımın siyrilməsi xoşdur. Əziz dinləyicilər, görürlər ki, söz həqdir,
Amma o haq ki, onun səngərinə vəzir sözünün dalısına ardı ki, şükr ol Allah'a həm İsa'ya kim yaymağa bu dini məndə var şəkim. Bağlayandan belimə zunnavrım mən, şükrü kim nur ilə aldım navrı mən. Vəzirin sözləri şahın ağlına batdı və verdi onun baş qulağını siyirdilər, muslu elədilər. Şahın bu işi sopan kimi, sipəhdaşı deyərlər, sopandaşı. Şahın bu işi sopan kimi vəziri nəsranilərin qoyunlarına tunladı. Düşdü o nəsranilər damanına, saldı dən nəsranilər imanına. Toplanıb minlərcə tərsa başına, uydular o başların o başına. Üzdə o alsaydı da İncil ələ, quş diliydi din sözü, İncil tələ. Cəhləgər xahat künət həq ra bulənd, mi künət həq ra ço Qur'an neyzə bənd. Kuh həq əfsord و شد مانند کاه، کوه غم ماند و علی و آه و چاه. حرف بی پایان اسیر ظرف شد، قید عادت paybənd hərf şud. Həqiqət bir çay kimi önümüzdən burulur, keçir. Həqiqət bir çay kimi önümüzdən burulur, keçir. Onun yatağı alçaq, uca və daşlıq olanda küçüldəyir. Biyabandan axanda lam axır və səssiz olur. Ucadan ənəndə şarıldayır. Sahildəkilər onun adını küçültü, lam və şarıltı qoyurlar. Amma həqiqət nə şarıltıdır, nə də gürültü. Həqiqət elə həqiqətdir. Həqiqət elə həmun çaydır. La nufərriq beynə ənbiyəin minhum. Tarix boyu camlar, bir balaş yerinə olur. Tarix boyu camlar düzəlir. Camlar qırılır. Qırılan camlar zaman ayağında un olur gedir, oğulur gedir. Rəflərimizi yeni camlar bəzəyir. Cam-cama dəyir. Camlar camların qanını içirlər. Qırılan camların yerləri boş olmasın. Yeri boşdur, boş olmasın, yeni camlar rəflərimizi bəzəyir. Tarix boyu mənlərinin səngərlərinə sinənlər bir üzlü həqiqəti minüzlü camlarda xalqa, bizlərə içdirirlər. Minüzlü camlara Keşbəxanın gözlərinə mil çəkilir. Amma bir üzlü həqiqətə Keşbəxanın yox. Bu yerdə Mevlana Peyğəmbər Həzrətlərinin səhabələrinin birisindən bir eşitməli və düşündürən rəvayət gətirir. Ki, olduqca dənli və gözəldir. Həzrətin səhabələri o Həzrətdən xeyrin necəliyindən soruşmazdılar. O Həzrətin xas, özgün səhabələri, şərridən, onun necəliyindən və onun gəldiyi yollardan soruşardılar. Şeytan çox tülüdür. Gün olur ki, insanın etiqadının yolu ilə ona və onun imanına yol tapır. Və üzlü qonaq kimi onun mehrabından baş çıxardır. O sayın səhabələr belə düşünürdülər ki, şərri tanıyan eləyə bilər, xeyri də yiyələnsin. Müstəfadan sordular əshabılar, söyləsin nəfsin qulundan hilələr.
Müstəfadan sordular əshabilər, söyləsin nəfsin qulundan hilələr. Onlar Həzrətdən soruşardılar ki, insanın ibadətlərinə yaramaz bu nəfs nələri qata bilər və möminlərin Həzrəti Həqqin qulluğuna apardıqları dumduru canlarını nətəhər aşkarlı və bulandıran eləyə bilər, bulanlıq eləyə bilər. کوچه آمیزد ز اغراض نهان کوچه آمیزد ز اغراض نهان در عبادت ها و در اخلاص can. Dəfələr insan özünün işlərini yoxlayır və ağırgüncül eləyir. Onun astığı tarazı görsədir ki, həqiqətlə onun arasından qıl keçməyir. O arxayın başını atır, yatır. Amma gözünü açanda görür ki, tülü nəfs, tülü nəfs, onu düz cəhənnəmin qapısında nəfəs aldırır. Səhabələr bu səbəbə o Həzrətdən nəfsin yollarını, gəldiyi yolları, boyaqlarını və ayrılarını soruşardılar, ta onu ayaqdan salmağa ona tay silahlar götürsünlər. Görünən düşmən əzizlər qorxulu deyil. Çünki sən olduğu kimi onun qabağına çıxmalısan. Amma görünməz düşmən görünməz olanda iş olduqca çətin olur. Bu səhabələr qulluğun artıqlığını sormazdılar. Bəlli zadlarla onu yormazdılar. Hələlik, sağ qalın.